köməkçisi olaraq ADA-nın İnformasiya Texnologiyaları və Mühəndislik Fakültəsinin tələbələri olaraq sizə prezentasyon edəcəyik. ADA Universitetinin müxtəlif korpusları var, kampusları var, belə deyək. Qazax, Gəncə və Şəki əsasən də Bakıda olan main korpusdur. ADA Universitetinin hər kəs bildiyi kimi böyük nailiyyətləri var və böyük kollektivi var, hansı ki Azərbaycanda daim araşdırmalar və əcnəbi tələbələrə yer verəcək yönümlü çoxlu proqramları var. Və məlumdur ki, ADA Universitetini bitirən tələbələrin heç bir işsiz qalmır, yəni hər birinin çox yaxşı işləri var. Fakültələrə gəldikdə isə hüquq şanslıq fakültəsinə SAT balı ilə giriş mümkündür, IB və din balı ilə giriş mümkündür. Bunlar isə yeni açılan fakültələrimizdir. Əsasən amma biz sizə IT və mühəndislik fakültəsi haqqında danışmaq istəyirik. Gördüyünüz kimi çoxlu branşlar var və hətta belə bir şeydən deyim sizə. Elektrik və elektronik mühəndislik fakültəsi ikili proqramdır. Belə ki, artıq şagirdlər 2-ci ildən sonra gedib artıq İtaliyanın Turin Universitetində ikili təhsil proqramını ala bilərlər. ADA Universitetinə fərqli maillər yazaraq, hələ tələbə olmamışdım orada, yəni abituriyent olduqda ADA Universitetinə mail yazaraq onların haqqında müəyyən bir şəkildə məlumat əldə etmişdim. Yəni siz də bundan istifadə edə bilərsiniz. AI haqqında danışmaq istəyirəm. AI, süni intellekt. İlk öncə belə bir şey baxaq. Burada Bug Arena deyilən bir şey var. Siz AI saatında belə deyək, bu aktivite ilə məşğul olacaqsınız. Əl qaldırıb gəlirsiniz. Buyur. Yəni kompüter bilimləri nə demək? Kompüter sayəsində bilirəm ki, kompüterlərin kontrolü və altı onları bilmirəm. Başqa? Kompüter sayəsində kompüterdə nə olub, nə baş verdiyini gedən söhbətdir. Necə deyim, ixtisas etsə sizə gələcəkdə çox böyük kömək olacaq. Çünki bildiyiniz kimi, hətta müəllimlikdə belə, mimarlıqda belə və digər ixtisaslarda belə süni intellektin çox böyük kömək olur. Yəni sizin bir yoldaşınız olur, sizə çox kömək edir. Deməli, süni intellekt elə bir şeydir ki, kompüterdə amma insan kimi fikirləşib, insan kimi hərəkət edir. Hərəkət eləmək burada verdiyi sözlər mi deyək, məsəl üçün hərəkət eləməyə hətta belə bir şey düşünmək olar. Süni intellekti robotlara implement edə bilərik. Bunun bir şəkildə, məsəl üçün, Scratch-dır bu. Təxmini Scratch-dir, amma Scratch-in daha belə sadə versiyasıdır. Scratch-də siz məsəl üçün bir dənə prompt verirsiniz ki, gəlsin bura, bu ancaq belə gələcək, doğrudur. Amma bunun random hərəkətləri olanda, məsəl üçün belə gəlib, bu şəkildə gedəndə özünün mexanizm tapanda bu süni intellektlə inkişaf edilmiş olur. Onun üçün yəni bu daha belə inkişaf edilmişdir, Scratch-in daha inkişaf edilmiş variantıdır. Məsəl üçün burada görə bilərsiniz ki, siz random bir ədəd seçmək istəyirsiniz, bu Scratch-də olduğu kimi mənfi 180 və 180 arasında. Sizə burada məsəl üçün vaxt da verirsiniz, belə göstərim. Vaxt verirsiniz ki, 5000 ms-də olmalıdır. Bu seçim bu şəkildə sizə nəticə verir. Məsələdir. Necə? MS-dədir. MS saniyədən daha az. Milisaniyə. Saniyədən daha az. Məsəl üçün random bir ədəd götürürəm. Məsəl üçün hər random saniyədən random bir ədəd seçir. Həmin saniyəyə uyğun olaraq MS-də hərəkət etməyə başlayır. Burada özünüz də qoya bilərsiniz müəyyən alqoritmləri, amma belə də ehtiyac deyil əslində. Növbətiyə keçək. Burada bizdə ilk öncə instructionlar var. All the bike moves on its own, but it's important to make sure that it starts moving in the right direction. Yəni istənilən mövqedən hərəkət edə bilər. Məsəl üçün bu mövqedən hərəkət edə bilər. Burada da son dokun yerine biz dəyişən adı metalı tornado buradan blok götürüb angle yazılım verici və nəticədə də bütün qridi dolduracaq.
Thank you.